Salam əleykum əziz həmkarlar. Deməli, ilk öncə sınavımızın izahına başlamamışdan əvvəl elanımızda bildirək. Deməli, MİQ və yaxud da sertifikasiya imtahanına hazırlaşanlar üçün ödənişli olaraq gün aşırı sınaqların paylandığı qrupdur. Sınaq qrupumuz və ancaq sınaqların paylaşılır və sınaqlar və onların video izahları. Bir gün sınaq, bir gün video izah şəklində paylaşılır. Kim istəyirsə qeydiyyat üçün nömrələrlə əlaqə saxlaya bilər. Keçdik birinci sualımıza. Deməli, birinci sualda deyir ki, suyun kütləsi sabit olur. Gördüyümüz kimi sabitdir. Və omega isə artır. Gördüyümüz kimi getdikcə omega artır. Əgər suyun kütləsini sabit saxlayaraqdan omega artırsa, deməli ki, bura əlavə olaraq maddə həll olur. Yəni, həll olan duzun miqdarı artır və həll olan duzun miqdarı, indi burada duz məhlulundan gedir də, duzun miqdarı artdığına görə deməli ki, məhlulda sıxlıq artır. Sıxlıq artır, amma suyun kütləsi dəyişmir. Ona görə də buradan D variantını seçmiş oluruq. Növbəti ikinci sualımızda deməli, maddəmiz X-dir və molekulda olan rabitələrin əmələ gəlməsi zamanı elektron buludlarının örtülmə sxemi. Bizdə bilirik ki, iki yerdən örtünmə varsa, deməli ki, bu pi rabitəni ifadə edir. Molekulda pi rabitə var və pp orbitallarının qapanmasından yaranan pi rabitə. Bu, hibrid və S buludlarının örtülməsini göstərir. Yəni, S orbital rabitə yaramada iştirak edən həmişə hidrogenin sayıdır və bu da hibrid. Deməli, hibrid və S, məsəl üçün, karbon və hidrogen arası rabitə ola bilər. Bütün karbon və hidrogen arası rabitələr hibrid vəziyyətdən asılı olmayaraq. Burada isə hibrid qapanmasını görürük. Yəni, bu da karbon arası sigma rabitəni göstərəcək. Yəni, bizə verilən birləşmələrdir. Bəzi yerlərdə təbii ki, karbon azot da ola bilər, karbon oksigen də ola bilər. Yəni, hibrid qapanmasından olan sigma rabitənin görüntüsüdür. İndi X hansı maddələr ola bilər? Heksan doymuşdur. Biz bilirik ki, orada pi rabitə yoxdur. Deməli, bunu götürmürük. Buten 2. Buten 2 alkenlərdə bilirik ki, iki qat rabitə var və burada bütün karbon hidrogen rabitələri B-də bu karbon S ikinci şəklə uyğun gələrəkdən. Sonra bütün karbon arasındakı sigma rabitə hibrid qapanmasından və bir dənə də pi rabitədə bunu göstərir. Yəni, iki hər biri variantda uyğun gəlir. Eyni qayda ilə divinil də buna uyğundur. Eyni qayda ilə etin də buna uyğundur. Amma siklobutan da siklik olsa da pi rabitəsi yoxdur, doymuşdur. Ona görə də burada pi rabitə olmadığına görə götürmürük. 2, 3, 5 uyğun cavab B variantı. Keçdik növbəti sualımızda. Deməli, kalsium hidroksid məhluluna karbon qazı keçirilib. Karbon qazı və kalsium hidroksid reaksiyanı yazsaq. CO2. Buradan kalsium karbonat çöküntüsü və su çıxır. Reaksiya 1-in 1-ə nisbətində gedir. Yəni, 1 mol çöküntü alınırsa, deməli 1 molda karbon qazı sərf olunub. Ona görə 100 qram çöküntü alınıbsa, deməli 100 qram kalsium karbonat alınıb. Bu da 1 mol deməkdir. Bunun üçün 1 mol karbon qazı sərf eləmişik. Daha sonra görürük ki, çöküntünün yarısı burada həll olub. Bu da ikinci reaksiya. Deməli, kalsium karbonat su qarışığına artıq qalan karbon qazı təsir edəndə o çöküntünü həll edir və hidrokarbonat vəziyyətinə gətirir. Burada da reaksiya 1-in 1-ədir. Deməli ki, neçə mol çöküntü həll olubsa, o qədər mol sayda da karbon qazı artıq imiş ki, yenidən istifadə olunub. Və buradan baxırıq 50 qram, 100-dən 50-yə düşübsə 50 qram, yəni 0,5 mol kalsium karbonat həll olub. Deməli, 0,5 molda CO2 hələ var imiş sistemdə. Ümumi 1 mol, sonra da 0,5 mol. Cəmi 1,5 mol karbon qazı sərf eləmiş olduq. Reaksiya daxil olan karbon qazının mol sayı olacaq D variantı. Növbəti 4-cü sualımızda nifilin, ortoplaz, korund və kriolit mineralları bir molunda olan oksigen atomlarının sayının azalma ardıcıllığı ilə düzün. İndi biz dərslikdə verilən formullara əsasən baxacağıq. Yəni, din nəzəriyyə kitablarında, dərsliklərdə verilən, belə deyək də, formullara əsasən. Nifilinin formulu natrium 2O, alüminium O, alüminium 2O3, yəni və silisium O2.
və burada silişmol 2 mol götürülür. Nefilin bu formadadır və oksigen atomlarının sayına baxsaq 8 oksigen atomu var. Ortoklaz kalium oksidləndir. Kalium oksid, alüminium oksid və 6 mol silişmol 2-dir. Ona görə də burada oksigen sayı daha çoxdur. 12, o da 4, 16 oksigen atomu var. Sonra gəlir korund alüminium 3, burada 3 oksigen atomu və kreolitdə isə ümumiyyətlə oksigen atomu yoxdur. Natrium 3, alüminium, flor 6. Məsələn, elektroliz proseslərində temperaturu aşağı salmaq üçün istifadə olunan maddələrdən biridir. Burada ümumiyyətlə oksigen yoxdur, yəni 0. Və bizə deyir ki, oksigen atomlarının sayının azalma ardıcıllığı, yəni çoxdan aza doğru. Ən çox olacaq ortoklazda, yəni 2-də. Sonra deməli nifilində, yəni 1. Sonra azaldı korund. Sonra ən az isə kreolit mineralı, bu da 4. 2, 1, 3, 4 uyğun cavab A variantı. Nifilinin formulu Google-da falan yazanda təmiz başqa cürə çıxır. Daha çox oksigen atomu ilə verir. O da ortoklazda da fərqli verir də, yəni 2 formullar. Amma bizdə indi konkret olaraq dərslikdə hansı formul verilibsə, o formulla da biz işləyirik, cavabı da ona uyğun olaraq götürür. Deməli, X qüvvətli turşu və zəif əsasdan əmələ gələn suda həll olan duzdur. Hər hansı bir nümunə kimi yaza bilərik. Qüvvətli turşu və zəif əsas deyirsə, məsəl üçün kuprum SO4. X-i götürə bilərəm. Y zəif turşu və qüvvətli əsasdan əmələ gəlir. Məsəl üçün natrium karbonat. Z isə qüvvətli turşu qüvvətli əsasdan əmələ gəlir. Məsələn, kalium sulfat. Və hansı ifadələr X, Y, Z duzlarının suda məhlulları üçün doğrudur? Hamısı suda həll olandır, fikir versəz. Bax, hamısına yazılıb suda həll olan və suda həll olan bütün duzlar elektrik cəryanını keçirir, yəni elektrolit hesab olunur. Ona görə hər üçü elektrik cəryanını keçirir, doğru ifadədir. X və Z məhlulları qələvi mühit əmələ gətirir. X-də turşu daha qüvvətli olduğuna görə turş mühitdir, yəni avtomatik cavab səhvdir. Z doğru olsa belə, Z-də də ki neytraldır, X də doğru. Yəni ki, bu variant yanlış variantdır. Bizdən doğruları istəyir. Y-in məhlulu turş mühit əmələ gətirir. Y natrium karbonatdır, qüvvətli əsasdır. Qüvvətli kimdirsə mühit də onundur. Ona görə də əsasi mühitdir. Yəni bu da yanlışdır. Yalnız bir doğrudur. Y variantı. Keçdik növbəti 6-cı sualımızda. Qızdırılan əhəng daşı, P4O10 molekulunda olan sigma rabitələrin sayı qədər sigma rabitə var. Hansında? Birinci P4O10 molekulu necə yazılır? Biz onu açaq. Deməli, bax 4 fosfor atomu var. Biz bunları belə sırayla yazaq. Ya da ki, belə yazaq. Belə daha qarışıq görsənəcək. Belə yazaq ki, biraz geniş yerimiz olsun. Deməli, 4 oksigen atomu bunlara 2 qat rabitə ilə birləşdirir. Bütün fosforun belə deyək də turşularında, duzlarında biz bu görüntünü görürük. Sonra hər bir fosfor atomu oksigen vasitəsilə bir-birinə birləşsin. Bax, daha rahat, yəni yadda saxlamaq üçün deyirəm. Sonra bunlar da bir-birinə oksigen vasitəsilə birləşəcək. Və biz gördük ki, deməli, fosforun hər birinin valentliyi 5-dir. Yəni, doğru ödənir və oksigenlərin də valentliyi 2-dir. Tam olaraq rahat şəkildə sigma və pi rabitələri görə bilirik. İndi ümumi baxsaq, cəmi 4 dənə pi rabitəmiz var. Sigmaları bir-bir sayıda bilərsiniz buradan və yaxud da ki, oksigen sayını valentinə vuranda ümumi rabitəni verir. 20 dənə ümumi rabitəmiz var. Gördük ki, pi rabitəmiz 4 dənədir. Deməli, 16 dənə də sigma rabitəmiz qalmış olur. İndi bizə lazımdır ki, 16 sigma rabitə hansında var? Pirofosfat turşusu 2 molekulunda. Pirofosfat, yəni H4P2O7. İndi, bax, belə yazsaq, istənilən ümumiyyətlə fosforun turşusunda belə bir görüntü mütləq var. İndi 2 dənə fosfor olduğuna görə burada 2 dənə B-də bu görüntünü görürük. Və qalanları, digərləri oksigenə hidrogen vasitəsilə, oksigen vasitəsilə hidrogenə birləşmiş olur. Deməli, 4 əsaslı olduğuna görə 4 dənə hidrogeni oksigenlə birləşdirdik. Və bunlar da hamısı mərkəzi atoma fosfora birləşir. Bax, bu həmin o dediyimiz bu görüntü
və neçəsi qaldı? 4, 5, 6, 7-ci də bunları birləşdirici kimi ortada. Buradan da artıq sigma rabitələri, tək qatların hamısı sigmadır. 2 qatlardan da biri. 4, 4, 8, 10, 12. 12-ni də 2-yə vursam 2 molekulunda 24 eləyir. Yəni bizə 16 lazımdır. Deməli bu ödəmədir. Sonra keçək indi digərlərini yazaq. Bizə 16 lazımdır. Biz əsas bunu axtarırıq. Metafosfat turşusu bir əsaslıdır. Bir hidrogen oksigen vasitəsilə mərkəzi atoma birləşəcək və ümumi formulumuz burada HPO3. Yerdə qalır 2 oksigen və 2 oksigeni də nə etməliyik? Məcburən 2 qat rabitə ilə birləşdirməliyik. 1, 2, 3, 4 dənə sigma rabitəsi var. 4 molekulunda isə 4 vur 4, 16 sigma rabitə olacaq. Ona görə də elə B variantı ən uyğun variantdır. Keçdik növbəti 7-ci sualda. Deməli, qızdırılan əhəng daşının kütləsi 500 qramdır. Əhəng daş deyəndə əsas tərkib olaraq kalsium karbonatı götürürük. Kalsium oksid və CO2 alınır. İndi alınan bərk nümunə deyəndə burada kalsium oksid də bərkdir. Kalsium karbonatın artıq qalan miqdarı da bərkdir. Çünki çıxım deyiriksə, burada yəni ki, tam parçalamadan söhbət getmir. Müəyyən hissəsi parçalanır, müəyyən hissəsi də artıq qalır. İndi biz burada reaksiyanın başlanğıc sərf tarazlıqla yazaq. Kalsium oksid və CO2 başlanğıc sərf tarazlıq şəklində. Başlanğıcda 500 qram, yəni 5 qramla yazaq. 500 qramdır. İndi bunun tutaq ki, x molu parçalanıb, yəni 100x qədəri. Yerdə qalıb 500 çıxılsın 100x. X mol parçalananda bunlar da x mol şəklində alınırlar. Deməli 56x qədər də kalsium oksid alınır, hansı ki, burada bərk kütlənin içərisində hesab olunur. Və bunların cəmi bərabərdir 324-ə. Buradan tapıram ki, 44x bərabərdir, yəni aralarındakı fərq 500-dən çıxaq 324-dür. Qalır 176 və buradan x görək nəyə bərabərdir? 4-ə. Yəni 5 mol idisə 4 molu, yəni 400 qramı parçalanıb, 100 qramı isə artıq qalıb. İndi çıxımı necə hesablayırıq? Deməli, parçalanan əvvəl götürülən neçə faizidir? Yəni çıxım odu da neçə faizi parçalanıbsa çıxım ona uyğundur. Yəni 400 500-ün neçə faizini təşkil edir? Bu da 80%. Və ya da tənasüblə yaza bilərsiniz. 500-ün hamısı parçalansaydı 100%, amma 400-ü parçalanıb, onda çıxım neçə faizdir? Yenə də 80% almış oluruq. Uyğun cavab D variantı. Keçdik növbəti sualımıza. 8-ci sualda deyir, X, Y, Z elementləri dövr sistemin eyni dövründə yerləşir. Deyir ki, Y maksimum həyəcanlanma halında 3P3 olur. Normal halda yox, maksimum həyəcanlananda. Maksimum həyəcanlananda 3P3-dürsə, P-yə hardan gəlir? S-dən gəlir də. Deməli ki, 3S2 3P3 imiş, 3S2 3P2 imiş. Artıq maksimum həyəcanlananda burada 1, burada da 3 olub. Yəni həyəcanlanaraq keçib. Deməli ki, bu neçənci qrupdur? 4-cü qrup. Onda Y-ə yazıram 4-cü qrup. Sonra neytral Z atomunun elektron sayı Y-in elektron sayından 3 vahid çoxdur. Y-dən 3 vahid çoxdursa, deməli bu da gəlir Z düşür 7-ci A yarım qrupuna. Və X və Z ion rabitəli X Z2 əmələ gətirir. Z zaten X Z2 ion rabitəsi deməli X metaldır. Metalla da qeyri-metal yanaşı gəndə ən aşağı valentliyin göstərir. 7-ci qruplarda ən aşağısı 1-dir. Ona görə də deməli Z 1 valentlisə bu ayağındakı 2 də X-in valentini göstərir. Yəni X də 2-ci A yarım qrupuna aid olacaq. Düzdük dövr üzrə, qrup üzrə. İndi doğrulara baxaq. Hansı doğrudur deyir. X 2-ci A yarım qrupunda yerləşir, doğru. Y və Z, YZ4 formullu birləşmə əmələ gətirir. YZ4, baxaq, Y 4-cü qrupdadır. Sabit olaraq, məsəl üçün, karbon və ya da silisium sabit valentli kimi götürürəm. Və Z isə axırıncıdır, yəni ki, 7-ci daha doğrusu A yarım qrupudur. Məsələn, C flor 4, C xlor 4 şəklində birləşmələr. Yəni, doğrudur. İkinci də doğru ifadədir. Z-in 3 valent elektronu var. Xeyr, valent elektronu onun qrup nömrəsindən uyğundur. Əsas yarım qruplarda. Ona görə də
7-ci A yarım qrupda yerləşdiyinə görə 7 valent elektronu var. 1-2 uyğun cavab A variantı. Keçdik 9-cu sualımızda. Deməli, X n müsbətdir və deyir ki, proton sayı A plus 1, elektron sayı da A-dır. Proton neutron arasındakı fərq zaten nəyi göstərir? İyonun yükünü göstərir. Deməli, burada 1 müsbətdir. N-in qiyməti 1-dir. Yəni, burada hər ikisində 1 müsbət, bu da 1 mənfidir. Həmçinin Y-də də bu görsənir. Mənfi 1-dirsə, deməli, bu A minus 1, bu da A olacaq. Yəni, yüklər artıq görsənir. Hər ikisində neutron olaraq B-dir. Və deyək ki, XY elementləri XY birləşməsini əmələ gətirir. Biri müsbət, biri mənfi 1-dir, zaten bəllidir. Və bunların proton cəmi 36-ya bərabərdir. Protonları cəmləsək 2A eləyir də. A da 2A bərabərdir 36-dırsa, A bərabərdir 18. Deməli, bunların elektronları 18-dir. A-ya yazdım 18. Onda protonları bu olacaq 19. Məsələn, kaliuma uyğun gəlir. Bu da 18-dən bir çıxan 17. Bu da xlora uyğun gəlir. Məsələn, kalium-xlor birləşməsidir. Bu Y dediyi. İndi neutron sayları eynidir. Neutron sayları eynidir və deyir ki, birləşmə 76-dır. İndi baxaq, buradan yazıram yenə də X-i və Y-i. Bunun proton sayı 19, neutronu B, 19 plus B qədər də A yeri var. Y-də 17-dir, B-dir, 17 plus B qədər də A yeri var. Və bu A yerlərin cəmi də 76-ya bərabərdir. Buradan hesablayırıq, B-ni tapırıq ki, B nəyə bərabər olur? 76-dan çıxıram 19-u, çıxıram 17-ni. 19, çıxdıq 17, yerdə qalır 40. 2 dənə B 40-a bərabərdirsə, B də 20-dir. Yəni, neutron saylarını da 20 olaraq tapdıq. İndi, doğru olmayanı bizdən istəyir. Bu hesablamalara əsasən doğru olmayan nədir? Y 35-17 xlor izotopudur. Y-in xlor olduğunu tapmışdıq zaten. Və deməli 17, bu da 20, 37. Bəli, doğrudur. 37-dir. Y-in özündə bu 17, bu 37 və 35 xlorla izotopdular. Bu doğru ifadədir. X-Y molekulunda 36 proton, 36 elektron, zaten ümumilikdə belə deyək, proton sayları bunların cəmidir. 36 yazmışdı, özü şərtdə verib, doğrudur. Elektron sayları deməli 18, 18, 36, bu da doğrudur. Və 40 neutrondur yəqin. 40 neutron B20 tapmışdıq da 20 neutron da bu da doğrudur. Sonra Y bir mənfi 18 elektronu var, bu da doğrudur. X bir müsbət katyonun 20 neutronu var, bu da doğrudur. 18 protonu var, xeyr 18 elektronu var, 19 protonu var. Ona görə də yanlış olan Y variantı. 10-cu sualda uyğunluğu müəyyənləşdirin. Molekulda iyonun yükü və 1 molunda olan iyonların sayı deyəndə, iyonun yükü deyəndə burada məsələn karbon, azot iyon deyil, ümumi siyanid iyonu şəklində götürülür. Siyanid iyonu mənfi 1-dir. Buradakı dəmir müsbət 3 versiyasında vəziyyətində, çünki həmin 3 dəmirin valentliyidir. Bu hissə isə ümumilikdə 4 valentlidir. Bax, bunu belə yazsaq, ferium, siyan 6 və ümumilikdə 4, deməli bu 3 müsbət və 4 mənfi. Yəni valentli olaraq 4-dür. İndi bunların ümumi bir dəqiqə belə deyək də bunu. Valentlik kimi göstərək. 4 valentlik. Ümumi 4 valentlikdir. İndi buradan baxıram ki, sağda və solda eyni olmalıdır da, düzdürmü? Əgər bu 4 bunun ümumilikdə oksidaşma dərəcəsini göstərirsə, valentliyini və yaxud da ümumi bütöv şəkildə valentliyini göstərir. Bu 3 də dəmirin, buradakı dəmirin valentliyini göstərir. İndi biz buradan necə tapırıq? Aşağıdan daha geniş yerdə yazaq. Deməli, ferium, siyan 6, feriuma bir X yazaq. Siyanidə
ümumilikdə bir mənfi yazaq. 6-da yazırıq. Sonra bu tərəfdə də F24-də də 3 müsbət yazırıq. Sağda və solda bir-iki müsbətlərin və mənfilərin cəmi ümumiyyətlə bir-birinə bərabər olmalıdır. Metal, burada metal və turşu qalığı hissəsində. İndi turşu qalığı burada nə qədərdir? 3'ü də hamısına vururam. Bax, burada vururam, burada vururam. Deməli, bax, buradan yazaq. 4 dəfə 3'üm 12. Üzərinə gəldim 3x. Üzərinə də gəldim 18'i vururam mənfi 1'ə, mənfi 18 və cəbri cəmini 0'a bərabər eləyərəkdən hesablayıb tapıram. İndi buradan hesablasam 3x bərabərdir. 18'dən 12 mənfi 6, digər tərəfə keçəndə müsbət 6 və x də bərabər olur müsbət 2. Yəni biz dəmirin burada müsbət 2 olduğunu təyin etdik. İndi digər tərəfdə də ümumi də siyanitdir. İndi ümumi formuldan bunları silirəm. Bu oldu müsbət 3, bu oldu müsbət 2, siyanit də mənfidir. Müsbət 1, müsbət 2, müsbət 3 bunları hamısını təyin eləyə indi görək hansılardır. Yəni karbonu azota ayrı-ayrılıqda tapmağa ehtiyac yoxdur. Çünki onlar ayrı-ayrılıqda iyon deyil. Deməli, indi baxırıq. Deyir 1 molunda olan iyonların sayı. Mənfi 1 olan nə qədərdir? 6 dəfə 3'üm 18. Deməli 1'ə götürürəm C variantı. Sonra ikinciyə baxıram, müsbət 2. Müsbət 2 nə qədərdir? 3 dənə. Düzdürmü? Deməli B variantını da götürdük bura və müsbət 3 olanda ayağında sahib göstərilib 4. Burada Y variantı. C, B, Y uyğun cavab B variantı 10-cu sualda. Keçdik 11-ci sualda natrium hidroksid və nitrat turşusu eyni kütləli və eyni qatlıqlı. Eyni kütlə deyəndə biz bilirik ki bu 40'dır, bu 63'dür. Onda mən nitrat turşusunu 1 mol götürəndə natrium hidroksid daha çox mol miqdarda götürməliyəm. 63'ü 40'a böləndə, yəni bunu 1,575 mol daha artıq götürməliyəm. Və bilirik ki bunlar eyni birə-bir nisbətdə, mol nisbətində reaksiya daxil olurlar. Və birə bir mol nisbətinə daxil olurlarsa, bunun 1 molu ilə bunun 1 molu reaksiyaya girəcək. Onda 0,575 molu ümumilikdə artıq qalmış olacaq. Yəni natrium hidroksid artıq qaldığına görə məhz ona görə də mühit olacaq əsasi mühit, yəni qələvi mühit. Ona görə deməli uyğun cavab B variantı olaraqdan götürülür. Yəni cavab olacaq B variantı. Keçdik 12-ci sualımızda. Deməli, kalsium hidroksid və ortofosfat turşusundan əmələ gələn X, Y, Z duzları. Kalsium hidroksidlə ortofosfat hansı duzları əmələ gətirə bilər? 1 kalium 3, kalsium 3 PO4 2. Bir əmələ gələ bilər kalsium HPO4. Bir də əmələ gələ bilər kalsium H2 PO4 2 dəfə. İndi baxırıq ki, hansı ortofosfatla turşu? X maddəsi elə bir maddədir ki, bir dəfə və plus onun da üzərinə bir dəfə, 2 dəfə ortofosfatla reaksiya girib. Deməli ki, bu normaldır ki, bir dəfə hidro vəziyyətə gəlir, sonra hidro vəziyyətdən dihidro vəziyyətə keçir. Onda Z maddəmiz kalsium H2 PO4 2 dəfə. Və X maddəmiz isə olacaq kalsium ortofosfat, kalsium 3 PO4 2 dəfə. Deməli, Y maddəmiz də avtomatik olaraq bu maddədir. Təkrar üstünə yazmayaq. Deməli, kalsium ortofosfatının üzərinə 4 mol ortofosfat gələndə 3 mol kalsium dihidroortofosfat alınır və PO4'lərin sayına baxsaq 4, 2, 6, burada da 3 dəfə 2, 6. Yəni, ödənmiş olur. Deməli ki, maddələri tapandan sonra indi suda həll olmaq qabiliyyətlərinə gələndə hidrogen sayı nə qədər çoxdursa, yəni dihidronun həll olmaq qabiliyyəti daha çoxdur hidrodan, hidroda normal duzdan. Ona görə həll olmaların artma ardıcılığı ilə deyirəmsə, ortofosfatdan hidroortofosfata, hidroortofosfatdan da Z maddəsinə dihidroya qədər düzülmüş oluram. X, Y, Z uyğun cavab A variantı. 13-cü sualda maddəmiz CO-dur. Açıq şəkildə də yazaq. Deməli, donor atomun rabitə əmələ gəlmədə iştirak edən elektronları 1, 2, 3, 4 dənədir. Deməli, M bərabərdir 4 və CO molekullarının sayı X-dir. Deməli, indi biz necə yanaşırıq? Əgər bir molekul götürürəmsə, burada 4 belə deyim də, donor atom CO molekullarının sayı 1-dirsə,
rabitə yaradan donor atomu, rabitə yaradan elektronu olur 4. Amma X olanda burada da 4 n yazaq da, elə birbaşa heç 4 yazmıyor. Burada n yazaq və tənasübdən nəyi tapırıq? X bərabər n bölünsün 4 nisbətini. Yəni buradan da D variantı çıxmış olur. Keçdik növbəti 14-cü sualda 1 mol benzolun homoloqunun bir hissəsinin tam yanmasına sərf olunan oksigen. Deməli, bax, 1 mol benzolun homoloquna CnH2-6-dır. Bura sərf olunan oksigen tam yanmasına 3n-3 bölü 2 qədər oksigen sərf olunur. İndi bunun deyir ki, müəyyən bir hissəsinin yanmasına 1 mol oksigen artıq sərf olunur. Bəs qalanla nə qədər? Cəmi zaten 1 mola sərf olunan oksigen budur. 3n-3 bölü 2. İndi bunun 1 molu artıq sərf olunubsa, yerdə nə qədər qalıb? Bunu hesablayırıq. Ortaq olaraq 2-yə gətirsəm, 3n-3-2, bu da eləyir 3n çıxılsın 5 bölü 2. Uyğun cavab burada da D variantı olmuş olur. Keçdik 15-ci sualımızda turşunun nisbi molekul kütləsini hesablayın. Maddəmiz doymuş bir əsaslı karbon turşusudur. CnH2nO2 formulu ilə və bizə deyir ki, molekulda karbon atomlarının sayı minimum olsun və bir dənə də asimetrik karbon olsun. Onda bu karbonu asimetrik eləyəcəmsə, minimum dediyinə görə bir hidrogen, karbon turşusu olduğuna görə bir əsaslıdır, bir dənə karbon COOH, sonra bir CH3, bir dənə də etil radikalı əlavə etmiş oluram və ümumilikdə indi baxıram ki 5 karbonumuz var. Formula gətirsəm C5H10O2 formulunda 60, bu isə 70, üzərinə də 32 gələndə eləyir 102. Uyğun cavab B variantı olacaq. Keçdik növbəti 16-cı sualımıza. X2 müsbət, Y2 mənfi iyonlarında elektronların sayı bərabərdirsə, bax, məsəl üçün özünüzdən rəqəm yazın. İkisinin də elektronlarını yazıram 10. Bu 2 mənfidir, bu da 2 müsbətdir. Müsbət nə deməkdir? Yəni, proton elektrondan 2 dənə çoxdur. Bu oldu 12. 2 mənfi nə deməkdir? Elektron daha çoxdur. Yəni, burada 8-dir. Bu şəkildə indi uyğunlaşdırdıq. Deyir ki, elektron sayı bərabər olarsa hansı müqayisələr doğrudur? Baxırıq ki, bunların elektron sayıları eynidir. 2, 8, 10-dur da. 2, 8 vəziyyətinə yazıram. Radiusu müqayisə edəndə birinci təbəqə sayı hansında çoxdursa, orada radius çoxdur. İndi burada baxıram, təbəqə sayı eynidir. Əgər təbəqə sayı eynidirsə, axırıncı təbəqədə elektron sayı hansında azdırsa, orada radius böyükdür. Baxıram ki, burada elektron sayıları da eynidir. Bəs necə müqayisə edirəm? Protona görə. Hansının protonu azdırsa, onun radiusu böyükdür. Deməli ki, Y-in radiusu böyükdür X-dən. Yəni, birinci ifadə doğrudur. Keçdik proton sayına. Proton zaten o sıra nömrəsidir. Ona görə də 2 müsbətin proton sayı 2 mənfidən daha çox olacaq. Eyni elektron sayında. Yəni, biz burada da 12-8 misalı üzərində göstərmişik. 2 doğrudur. Nüvənin yükü deyəndə, zaten proton nüvənin yükü olaraq proton hesablanır da. İndi burada bu üstdəki iyonun yüküdür. Nüvənin yükü deyəndə o protondur. Çünki neytron yüksüz olduğuna görə neytron hesablanmır. Nüvədə də proton, neytron var. Yəni proton X-də daha çox olduğuna görə 3 yanlış olur. Yəni 1, 2, 16-da D variantı. 17-ci sualda aşağıdakı ifadələrdən hansı yanlışdır deyir. Su donanda sıxlığı azalır. Suda bilirik ki, maye bərk arasında orada istisna vəziyyəti idi. Əslində mayədən bərkə keçəndə maddələrdə sıxlıq artır. Amma suda istisna olaraq həcm artır, sıxlıq isə azalır. Yəni su donduqda sıxlığı azalır. Bu doğru ifadədir. B variantına baxırıq. Atoma elektron birləşməsi endotermikdir. Elektron birləşməsi, yəni elektron alma. Elektron alırsa eksotermik, elektron verirsə endotermikdir. Yəni birləşmə eksotermik olmalıdır. Bu yanlışdır. Yanlışı istədiyinə görə elə B variantında götürülür. Sonra növbəti 18-ci sualda hansı maddələr kupromhidroksidlə reaksiya daxil olmur deyir. Bir atomlu spirtlər heç biri kupromhidroksidlə reaksiya daxil olmur, amma çox atomların hamısı daxil olur. Deməli bu daxil olur, amma 3 yox. Və istənilən əsas istənilən turşu ilə reaksiya daxil olur. Ona görə bu da daxil olur. Deməli daxil olmayan yalnız 3 D variantıdır. Keçdik 19-cu sualda hansı polimerlərin quruluşu aşağıdakı kimi ifadə oluna bilər?
Yəni CH2, CH şəklində. Belə yazaq biz bunu daha alışılmış vəziyyətlə və burada da tutaq ki X. İndi bu vəziyyəti axtarırıq. Məsələn, izopren kauçukunda CH2, CH, 2 qat rabitə, C, CH3 və CH2. Yəni belə bir şey görmürük, düzdürmü? Ona görə də izopren kauçukunu götürmürük. Polistirol. Polistirol nədir? CH2, CH və buradan da radikal. Yəni X olaraq fenil radikalını götürsəm bu ödənir. 2-ni götürürük. Polimetil metaakrilat. Polimetil metaakrilatda CH2, C, COO, CH3, aşağıdan bir CH3. Yəni burada bu görüntüyə heç bir uyğunluq yoxdur, götürmürük. Polivinil xlorid. Polivinil xlorid budur. CH2, CH və xlor. Deməli, bu da eynən X xloru əvəz eləsə, polivinil xlorid də uyğundur. Polipropilendə də CH2, CH və buradan da CH3. Yəni, X-in yerinə CH3 radikalı, metil radikalı olsa, bu da uyğun gəlir. Deməli, polipropileni də götürürük. 2, 4, 5 uyğun cavab B variantı. 20-ci sualda maddəmiz paraksilol, ortaksilol və metaksiloldur. 2021 yoxsa 22 mix sualı olmalıydı bu, deyəsən, ya da 23. Yəni, son illərin mix suallarından biridir. Monoxlorlu törəmə sayını tapırıq. Bax, paraksilolu yazıram birinci. Deməli, CH3, burada yazdıq CH3. İndi monoxlorlu deyəndə bir dənə xlor birləşdirirəm. Hansı CH3-ə birləşdirirsən, birləşdir. Bir dənə izomer buradan çıxır. Sonra eyni formulu yazıram. İndi hidrogenlərin yazmadım. Bu vəziyyətlə xloru birləşdirə bilərəm. 2. Buradan da birləşdirsəm eynidir. Buradan da, buradan da. Deməli, maksimum buradan 2 dənə izomer çıxa bilir. A ya da B variantı ola bilər. Keçdik, deməli, növbəti. Bu izomerdən bundan 2 dənə çıxdı. İndi keçdik ortoksilol vəziyyətinə. Orto, bu, bir də bu vəziyyətdə birləşib. İstənilən karbona birləşdirsən xloru, buradan birinciyə də ikinciyə də, yəni zaten adlandırma oradan başlayacağına görə eyni bir şeydir. Sonra keçdik, yenə eyni quruluşu yazıram. Buradan birləşdirə bilərəm və bura ilə eynidir. Baxın, adlandırsam 1, 2, 3 gəlir və yaxud da ki, bu nöqtəyə qoyduğum yerdən xloru yazsam, yenə 1, 2, 3 gəlir. Yəni, bunlar üzbəüz para vəziyyətləri eynidir. Yəni, onların ikisini eyni izomer kimi götürürəm. Sonra bunu yazdıq. Deməli, buradan və 1, 2, 1, 2. Deməli, 1, 2, 3, 4. Bura düşür. Deməli, indi buradan görək yaza bilirikmi? Məsələn, xloru bura yazdım. Tutaq ki, İndi digər tərəfdən də 1, 2, 3, 4, onda başqadır. Deməli, bu da oldu bir izomer. İndi sonra digərinə baxaq. Belə yazdıq. Tutaq ki, buradan yazsam xloru. Adlandırmaya baxıram. 1, 2, 3, 4. Zaten burada da 4 idi də. Düzdürmü? 1, 2, 3, 4, 1, 2, 3, 4. Deməli, bu artıq fərqli izomer olmadı. Ona görə də bunu yazmayaq. Eyni izomeri yazmağın mənası yoxdur. Deməli, 3 dənə də izomer buradan çıxdı. Zaten bu hissə var idi. Bu hissəyə yazmadıq. Bu da eyni oldu deyə buna da yazmadıq. Deməli, 3 dənə də izomer buradan çıxdı. Artıq cavab bəllidir A variantı. İndi digərinin 4 izomerini də tapaq. Yenə də metaksilolda yazaq biz hər ehtimala. Görək oradan nələr var. Deməli, hansısa, yəni 4 dənə izomer hansıdır? Birinci meta vəziyyətdə birləşdirək 1, 4 vəziyyətində. Bura xloru birləşdirdik. Hansına birləşdirirsiniz, birləşdirin. Buradan, yəni hansı karbon olmasına fərqi yoxdur. Keçdik ikinci. Görək hansı forma yaza bilirik. Yəni meta vəziyyəti yazıram. Xloru bura birləşdirirəm. Bu ikinci fərqli izomer. Sonra yenə meta vəziyyəti yazdım. Xloru buradan birləşdirə bilərəm. Bura ilə bura eyni olmalıdır. Bax, 1, 2, 3, 4. Və yaxud da buradan başlasam 1, 2, 3, 4 şəklində. Yəni, eyni yerlərə düşür. Ona görə də bu iki yerdə eyni bir izomer yazıram. Sonra
bu yazdım. Tutaq ki buradan yazsam xloru. Deməli 1, 2, 3, 4, 5 vəziyyətində və yaxud da ki 1, 2, 3, 4, 5 eyni vəziyyətlərə gəlir. Deməli bu da fərqli bir izomer. Yəni 4 izomer də buradan çıxmış olur. Deməli 2, 3, 4 uyğun cavab elə A variantı oldu. Keçdi 21-ci sualda. Deməli termit qarışığının artıq miqdarda xlorid turşunan reaksiyasına hansı duzlar alınır? Termit qarışığı deyəndə deməli ferium 3O4 və alüminium qarışığı ümumilikdə nəzərdə tutulur. Bunun da içərisində ferium O və ferium 2O3 var. İndi xlorid turşuna bunlara təsir edəndə alüminiumla alüminium xlor 3 alınacaq. Ferium 2O3-dən ferium xlor 3, buradan da ferium xlor 2. Yəni qarışığa ümumi şəkildə deyirik. Ona görə də 1, 2, 3. Yəni uyğun cavab B variantı. Keçdik növbəti 22-ci sualımızda birləşmə reaksiyalarını göstərin. Alkanların xlorla H iştirakında reaksiyası əvəz etmə tiplidir. Asetilin özünə H xloru birləşdirir bu birləşmə və benzolun H iştirakında isə heksaxlor sikloheksan vəziyyətinə gəlir. Yəni bu da birləşmədir. Ona görə 2, 3 uyğun cavab Y variantı. 23-cü sualımızda qapalı qabda natrium 2O2 və kalium 2O4 qarışığının CO2 ilə reaksiyası gedir. İndi biz buradan baxırıq ki 6-dan karbon qazı düşür 2-yə, yəni 4 mol sərf olunub və alınan da oksigeni göstərir. Bu da 6 mol alınıb. 4 sərf olunub, 6 alınıb. Deməli ki burada təzyiq artıb. Təzyiq artıbsa kalium 2O4-ün mol sayı daha çoxdur. Amma hansı nisbətlərdədir? Yəni avtomatik olaraq bu vəziyyətlər gedir. Ya A ya da B variantı olmalıdır. İndi baxaq reaksiyalara. Bax, kalium 2O4 plus 2 mol CO2 alınır 2 mol kalium karbonat və 3 mol da oksigen. 3 mol da oksigen. Sonra 2 mol natrium peroksid, yenə 2 mol karbon qazı ilə reaksiyadan 2 mol natrium karbonat və 1 mol oksigen alınır. İndi bizə deyir ki, deməli CO2 4 mol sərf olunub, amma oksigen 5 mol alınıb. Onda tutaq ki, buna X, bunda Y mol götürürəm. X mol, Y mol da CO2 sərf olunur. 1/5X və 0/5Y-də deməli karbon qazı, oksigen alınmış olur. Və sərf olunan karbon qazı ilə alınan oksigeni biz eyniləşdirsək, buradakına bərabərləşdirsək, deməli X plus Y bərabərdir 4-ə, 1/5X plus 0/5Y, bu da bərabərdir 5-ə. Və indi buradan belə deyək, aşağıdakı reaksiyanı 2-yə vuraq. 3x plus y bərabərdir 10. Sistem tənliyə gətirəndə y-dən y getdi. 3x-dən 1-in çıxıram, yerdə qalır 2x. Ondan da 4 çıxıram, qalır 6. X bərabərdir 3-ə. Yəni bu oldu 3. Deməli onda y nəyə bərabər olacaq? Cəmi 4-də axı y də olur 1. İndi natrium peroksidi biz 1 mol götürmüş olduq, y idi də. Kalium superoksidin dimeri isə 3 mol. Yəni 1-in 3-ə nisbəti. Uyğun cavab A variantı olacaq. Keçdik 24-cü sualımızda. Qaz qarışığının sıxlığı artıb. Baxırıq ki, azot və oksigen qazı bu 28-dir, bu 32-dir. Sonra X əlavə olunanda qaz qarışığının sıxlığı artıb. Yəni orta molekyular kütləsi artıb da, belə deyək. Deməli ki, 28-dən də 32-dən də daha böyük emerə malik qaz əlavə olunub ki, bunların orta molekyular kütləsini artırmış olub. İndi X hansı qazlar ola bilər? Təbii ki, emeri 32-dən də yuxarı olan qazları götürəcək. Bu 26-dır, olmaz. Bu 44-dür, olar. 28 olmaz. 16-dır, olmaz. C3H4 36 40-dır, bu olar. Bu da 46-dır deyəsən, yoxsa 46 idi deyəsən, bu da olar. Deməli 2, 4, 6 uyğun cavab B variantı ola bilər. Keçdik 25-ci sualda. Deməli verilmiş sxemlərə əsasən əmələ gələn rabitələr hansı maddə molekullarında mövcuddur?
Bu pp orbitallarının qapanmasından yaranan pi rabitəni göstərir. Pi rabitənin görüntüsüdür. Bu isə pp orbitallarının qapanmasından yaranan sigma rabitənin görüntüsüdür. Bu da S və hibrid qapanmasından yaranan sigma rabitənin görüntüsüdür. İndi suyun tərkibində hidrogen və oksigen. Oksigen bilirik ki, S1 hibrid halındadır. Bu da S'dir. Hibrid S qapanması. Deməli, biri yazıram bura. Sonra oksigəndə iki qat rabitə ilə həm pp orbitallarının qapanmasından yaranan pi rabitə var, həm də pp orbitallarının qapanmasından yaranan sigma rabitə var. Yəni hamısının əmələ gəlməsində iştirak edən odur. Ona görə də ikincini həm buraya yazaq, həm də buraya yazaq. Sonra metanda bilirik ki, karbon sp3'dür və sp3 S qapanmasıdır. Deməli, hibrid tərəfi buraya yazıram 3. Sonra florla flor arasında bir qat rabitədir. Bu da pp orbitallarının qapanmasından yaranır. Yəni sigma rabitədir. 4'ü də yazıram bura. Və H-xlorda da hidrogenlə xlor, yəni S və P orbitallarının qapanmasıdır. Buna aid bir nümunə yoxdur. Ona görə 5 heç birinə yazmırıq. Deməli, 2, 1, 3 və 2, 4. Uyğun cavab A variantı 25-ci sualdır. Keçdik 26-cı suala. Burada reaksiyanın özləri yazıb əmsallaşdırıb. Sadəcə sistem tənliyə gətirəcəyik və bunu x mol, bunu da y mol götürək. Deməli, sərf olunan oksigen məsələn 4'ə 11'dirsə, x-ə də 11x bölünsün 4 şəklindədir. Burada 0.5x kükürt olacaq, SO2 olacaq 2x. İndi sink S üçün y-dirsə 1.5y oksigen elə y mol sink oksid, y mol da SO2. Və indi bizə nə məlumdur? Məlumdur ki, oksigen 4'dən 2'yə düşüb, yəni 2 sərf olunub. Onda oksigenin sərf olunanların bərabər edirəm 2'yə. 11x bölünsün 4, üzərinə də 1.5y və bərabərdir, deməli 2. İndi hər tərəfi 4'ə vursam, bu edir 11x üstə gəl 6y bərabərdir 8. Şimdi bu oksigenə görə. İndi SO2'ləri də cəmləsəm, 2x üstə gəl y. Üstə gəl y, bu da neçədir? 1,4. Və indi sistem tənliyə gətirmək üçün bunların ikisindən birini eyniləşdirim. Aşağıdakı reaksiyanı 6'ya vursam, 12, 1.4'ü də vuraq 6'ya, 1.4 vur 6. Bu da 8,4 eləyir. Aşağıdakı reaksiyanı artıraraq, indi bunları alt-alta çıxıram. 6y-lər getdi. 11'dən 12 çıxanda, 12'dən 11 çıxanda daha doğrusu 1x, 8.4'dən də 8, 0,4. Deməli, x-i tapdıq 0,4. Yəni, buradan indi alınan bizə oksid istəyir. Oksidimiz olur 0.5 vurulsun 4, 0.4. Bu da eləyir 0.2 mol Fe22O3. Sonra y molda sink oksidimiz var. İndi buradan da yerinə qoyub tapanda y-i də tapıram 0,6. Elə y molda sink oksiddir. Eyni sinkeslə eyni. Bu da oldu sink O. Bizə deyək ki, oksidlərin, metal oksidlərinin mol sayı və 0,8 uyğun cavab da olacaq A variantı. Keçdik 27-ci suala. Duzlara uyğun xassələri müəyyənləşdirin. Anyona görə hidroliz edir. Anyona görə hidroliz, yəni zəif turşudan əmələ gələn duz olmalıdır. Ona görə kalium 2S yazıram A variantı. Hidroliz zamanı aralıq məhsul kimi turş duzu alınır. Yəni zəif turşudan əmələ gəlməlidir və turşunun valentliyi birdən çox olmalıdır. Ona görə də B variantında yazıram bura. Məhlula xlorid turşusu əlavə edəndə hidroliz zəifləyir. Məhlulda mühit kimindirsə, onu əlavə edəndə zəifləyir. İndi xlorid turşusu əlavə edəndə turş mühit olan, yəni ferium xlor 2 zəifləyəcək hidrolizi. Ona görə də 2'nin də C variantı. A, B və C uyğun cavab A. Variant olaraq A. 28-ci sualda deməli reaksiya verib deyir X, Y metallarını müəyyənləşdirin. Ümumiyyətlə baxırıq ki, reaksiyanın sonunda suda məhlula əlavə olunan X buradan hidrogen çıxardır. Deməli ki, X aktiv metaldır. Yəni kalsiyum və yaxud da barium ola bilər. 3 olan variant buradan avtomatik olaraq gedir.
Sonra indi ikincidə baxırıq ki, reaksiya nəticəsində tutaq ki, alındı X-in, məsələn, kalsiumun ya bariumun hidroksidi. Su ilə reaksiyadan hidrogen çıxanda, məsəl üçün, alındı kalsium hidroksid və ya da barium hidroksid. İndi üzərinə də Y xlor2 əlavə eləmişik. Buradan alınıb Y-in OH2-si və X-in, məsələn, kalsiumun da xlorid duzu. İndi duz və metal OH reaksiyanında əvvəldə çöküntü yoxdur, amma axırda çöküntü alınmalıdır ki, reaksiya getsin. Kalsium xlorid çöküntü olmadığına görə, yəni və ya da barium xloriddə fərqi yoxdur. Deməli, YOH2 çöküntüdür. Ona görə barium olmaz. Barium OH2 çöküntü deyil. Amma feliumla kuprum ola bilər. Ona görə də 2, 4 uyğun cavab C variantı. 29-cu sualda, deməli, ağzı bağlı qabda 40 mol azon. Azon çevrilir oksigenə. O3 çevirdik O2-yə. Bura 3, bura 2 yazıram. Və 40 mol azonumuz var. Və başlanğıcda. İndi bunun nə qədəri sərf olunur? Tutaq ki, 2x qədəri sərf olunanda 3x qədər də oksigen alınır. Yerdə də qaldı 40 minus 2x. Və deyir, müəyyən müddətdən sonra qabda 48 mol qaz qarışılır. Yəni, bunların cəmi 48-ə bərabərdir. Və biz buradan tapırıq ki, x nəyə bərabərdir? 48-dən 40 çıxanda, deməli, 8. X bərabərdir 8-ə. Onda 2x, yəni 16 mol azon sərf olunub. 40-dan 16 çıxanda nə qədər qalır? 24 azon qalır. 3 dəfə 8-in 24 də oksigen alınıb və cəmi həqiqətən də 48-i verir. İndi deyir, hansı ifadələr doğrudur? Azonun həcmcə 40% oksigenə çevrilib. 16 görək 40-a neçə faizidir? 16-nı bölürəm 40-a vururam 100-ə. Bu da həqiqətən 40% eləyir. Deməli, birinci ifadə doğrudur. Sonra ikincidə deyir, alınan qarşıda oksigenin mol sayı çoxdur. Xeyr, oksigen də 24-dür, azon da 24-dür. Bərabərdir, bu yanlışdır. Alınan qarşılıqda qazların mol sayı bərabərdir, doğru ifadədir. Yəni 1 ilə 3 doğrudur, Y variantı. 30-cu sualda, deməli, kalsium karbonatdan kalsium xlor2 almışıq, hansında deyir, turşu götürmüşük. Tutaq ki, mən buradan H-xlor əlavə eləsəm, H-xlor karbonatdan qüvvətli olduğuna görə bəli, reaksiya gedəcək və H2CO2 çıxacaq, kalsium xlorid alınacaq. Yəni, bir də turşunu götürdük. İndi ikincidə, kalsium xloriddən kalsium nitrat almaq üçün mən bura nitrat turşusu əlavə eləsəm. Nitrat əlavə eləsəm, nitratla xlorid də ortofosfat da bunlar eyni qüvvətlidirlər və bir-birini çıxartmaq üçün mütləq çöküntü alınmalıdır. Burada da kalsium nitrat alındı, amma başqa bir çöküntü yoxdur, H-xlor çöküntü deyil. Deməli ki, bu turşu ola bilməz. 2 getdi. Kalsium nitratdan kalsium sülfata keçirəmsə, H2SO4. H2SO4 belə deyək ki, duru halda nitratı çıxartmaz, amma qatı halda çıxardar. Yəni, turşu ola bilər. Qatısı olsa, ola bilər. Ona görə 3-ü də götürürəm. Sonra kalsium SO4-dən ortofosfata keçməliyəm. Deməli, mən onda bura H3PO4 əlavə eləməliyim. H3PO4 sülfatı çıxarda bilməz duzun tərkibindən. Yəni, bu olmaz. Sonra kalsium ortofosfatdan kalsium sülfata keçmək üçün mən bura H2SO4 əlavə eləsəm, bəli, H2SO4 qatı olsa ortofosfatı çıxardar. Ola bilər. Yəni 1 oldu, 3 oldu, 5 oldu. Artıq cavab çıxdı da Y variantı. Yenə kalsium sülfatdan da karbonata gəlmək üçün onda mən bura H2CO2 əlavə eləməliyəm ki, o da SO4-ə çıxartmağa gücü çatmaz. Yəni burada da olmaz. 1, 3, 5. Uyğun cavab Y variantı. 31-ci sualda azon və oksigen qazları üçün nə doğrudur? Adi şəraitdə gümüş oksidləşdirir, bu ancaq azona aiddir. Çox atomlu bəsit maddədir, hər ikisinə aiddir. Götürürük. Ağarcı kimi istifadə olunur, bu daha çox azon. Oksigenin allotropik şəkil dəyişməsidir, hər ikisi. Ona görə 2, 4 uyğun cavab D variantı. Keçdik 32-ci suala. Qarışdırılan maddələrimiz azotdur, hidrogendir, amonyakdır. Sistemdə hər biri var. Və bu reaksiyanı yazırıq. N2 plus 3H2 alındı 2 amonyak. Başlanğıc, sərf, tarazlıq yazdım. Başlanğıclar bu ilkin qatılıqlardır hamısı. 5 mol azot, 4 mol hidrogen, 2 mol da amonyakımız var. İndi reaksiya nəticəsində ümumi nə qədərdir? 5, 4, 9, 11 mol qaz qarışığımız var ümumi. Amma gəlib olub 9. Biz həmişə nə deyirik? Aradakı fərq amonyakdır.
Deməli ki, reaksiya amoniak tərəfə gedəndə mol miqdarı azalır və 2 mol azalma varsa, deməli 2 mol amoniak əmələ gəlib. Yeni amoniak əmələ gələndə amoniak tarazlıqda 4 olur. Amoniak ikisi əmələ gəlibsə, onda bunun 3-ü sərf olunub, 1-i qalıb və buradan da 1-i sərf olunub, 4-ü qalıb. Tarazlıq mollarını tapdıq. Həcm zaten 1 olduğuna görə molla qatlıq eynidir. Onda K tarazlığı hesablasaq, 4-ün kvadratı 16, bölürəm 1-in kubu elə 1 eləyir və bu böl 4. Cavab olacaq 4. Uyğun cavab 32-də Y variantı. 33-cü sualda 10 m qram mis yanıb. Misin yanma reaksiyasını yazıram. 2 mol misdən 2 mol da mis oksid alınır və reaksiyanın istilik effekti buna əsasən hesablanır. Yəni tam tənliyə. İndi baxıram ki 128 qram yananda reaksiyanın istilik effektidirsə 10 m qram yananda da deməli x-dir və buradan biz tapaq görək reaksiyanın istilik effekti nəyə bərabərdir? 128 bunların ikisini də 2-yə bölsəm burada 5, burada 64 qalır da. 64 vurulsun x bölünsün 5m. Deməli bu reaksiyanın istilik effektidir. Onda birinci doğrudur. Misin yanma istiliyi. Misin yanma istiliyi o deməkdir ki 1 mol mis yananda. Deməli indi 64 qram yəni mis yananda onda Q böl 2 şəklində hesablayıram da. 64x-i böləcəm 10m. Amma burada 5m yox. Burada 5m bölünsün 32. İndi buna da hər ikisini 2-yə böləndə 32x bölünsün 5m olmalıdır. Yəni tərsinə yazılıb. Ona görə bu yanlışdır. Kuprum oksidin əmələ gəlmə istiliyi. Yenə Q-nü bölürəm 2-yə. Yenə də 32 bölünsün 5m alıram. Deməli bu doğrudur. Üçümüz də, birimiz də doğrudur. Reaksiyanın istilik effektində yuxarıda almışıq. 64x bölünsün 5m olmalıdır. Bu da tərsinə yazılıb. Deməli bu da səhvdir. 1, 3. Uyğun cavab Y variantı. 34-cü sualda müəyyən temperaturda həll olunan əmsalı 250 qram bölünsün litr olan duzun həmin temperaturda hansı qatlıqlı məhlulların hazırlamaq olar? 250 nə deməkdir həll olunan əmsalı? Buradan omeqanı tapaq. Omega bərabərdir KH vurulsun 100 bölünsün KH üstə gəl 1000 və KH 250-dir. Burada 250-ni vurdum 100-ə. 250-nin üstə 1000, bu da 1250. 250 ilə bunu ixtisar eləyəndə nə qalır? 5, burada da qaldı 100. 100-də 5-ə böləndə 20%. Deməli, hazırda 20%-də maksimum məhlul hazırlaya bilərsən. Deməli ki, 20-dən yuxarı olmaz, amma 20-yə qədər məhlulları hazırlamaq olar. Deməli, 3 ilə 4 mümkün deyil, 25-30 mümkün deyil hazırlayasan. Maksimum 20%-dir, çünki KH 20%-ə uyğundur. Maksimum 20 hazırlaya bilərsən. Deməli, 1 ilə 2 mümkündür, 3-4 yox. Ona görə uyğun cavab Y variantı olacaq. 35-ci sualda natrium nitratla natrium orta fosfat verir və deyir onlardan mübadilə reaksiyası ilə alına bilməyən duzlar. Mübadilə nə zaman baş verir? Məsələn, duz və duz reaksiyalarında, duz və turşu reaksiyalarında və burada mübadilə baş verir. İndi, məsəl üçün, X natrium xlordur, tutaq ki. İndi natrium xloru mən almaq üçün bura nə əlavə eləməliyəm? Onda H xlor. H-xloru əlavə edəsəm, çöküntü alınmadığına görə H-xloru əlavə edə bilmirəm, yəni ala bilmirəm. Və yaxud da ki, duz əlavə eləməliyəm. Onda elə duz və duz reaksiyalarında şərt odur ki, axırda çöküntü alınsın. Heç bir duzun nitratı çöküntü ola bilməz. Natrium xlor çöküntü deyil, heç birinin nitratda çöküntü ola bilməz. Yəni, buradan mübadilə ilə natrium xloru falan almaq mümkün deyil. Almaq olmaz. İndi tutaq ki, digərinə baxaq. Natrium sulfat. Y natrium sulfat olarsa. Y natrium sulfat o demək ki, bura məsələn H2SO4 əlavə eləmsən və natrium sulfat H3PO4-ü çıxardıb. H2SO4 yəni orta fosfatı çıxardıb. Bunu ala bilirəm mübadilə ilə. Deməli, mənə lazımdır ki, heç birini ala bilməyim. Onda qüvvətli turşuları zaten orta fosfata əlavə eləsəm, ala bilirəm. Deməli, nitratı da ala bilərəm. Bu nitratı da ala bilərəm. Yəni, mənə lazımdır ki, zəif, orta fosfatdan zəif turşu olsun. Deməli, cavab ya C ya da Y variantı olmalıdır. İndi bunu getdi. Bax, bunlar hamısı səhvdir.
C ya da Y variantı ola bilər. İndi keçdik. Bu natrium xloru biz yoxlamışdıq da burada. C variantında. İndi natrium karbonata da baxaq. Məsələn, buradan baxdıq ki, natrium karbonat almaq üçün sən bura H2O, CO2 əlavə eləməlisən ki, mümkün deyil. Karbonatı çıxartsın. Deməli, bu alına bilmir. Əgər mən bura hansı karbonat duzunu əlavə eləsəm, karbonatın da zaten natriumu, kaliumu, bir də amoniumu belə deyək də həll olandır. Çünki duz və duz reaksiyasında əvvəldə çöküntü olmamalıdır. Ona görə mən hansını götürsəm, bunlar yenə orta fosfatla da çöküntü əmələ gətirmədiyinə görə reaksiya getməyəcək. Yəni, buradan natrium karbonatı almaq mümkün deyil. Ona görə də uyğun cavab olaraq C variantını götürür. 36-cı sualda su məhlulunda gedən reaksiyalar və onların əlamətləri arasında deyil, uyğunluğu müəyyənləşdirin. Baxın, kuprum SO4, barium hidroksid, duz və metal OH reaksiyalarıdır. Əvvəldə çöküntü yoxdur, amma axırda barium SO4 və kuprum hidroksid çöküntüləri alınır. Yəni, 2 cürə çöküntü alındı. Ona görə də 5-ciyə, 1-ə daha doğrusu aid edirəm 5-i. Bu belə uyğunlaşdıraq. 2 çöküntü alınır. Aha. 1-ə aiddir 5. Deməli, ya B ya da Y variantıdır. Sonra natrium karbonat H2SO4. Buradan natrium sulfat H2O, CO2 alınır. Yəni, su və qaz, su, qaz, duz. Belə deyək də bunlar alınır. Ona görə də ikinciyə nə aid edək? İkinciyə. Qaz və çöküntü yoxdur. Qaz və su. Bunu aid edə bilərik. Biri. Qaz və su. Y variantına gedir cavab. Plümbium nitrat, kalium 2S. Buradan plümbium S çöküntüsü alınır. Bir də duz. Kalium nitrat duzu. Bir çöküntü, bir duz. Deməli, bir dənə çöküntü. Bunu götürə bilərik də. 3. 3-ə 3. Elə bu da düz gəldi. Barium S və H2SO4. Deməli, sulfat, sulfidi çıxarda bilərmi? Bəli, barium SO4 çöküntüsü alınacaq və H2S buradan çıxmış olacaq. Deməli, çöküntü və qaz. Onda bu 2-ni də aid edirəm 4-ə. Deməli, 5, 1, 3, 2. Elə Y variantı tam olaraq uyğun gəldi 36-cı sualda. 37-ci sualda məhlullardır və həll olunan maddənin kütlə payı 20%, 10% verib. İndi bizə lazımdır ki, məhlulun sıxlığını tapmaq üçün məhlulun ümumi kütləsini tapaq. Ümumi həcmləri verib, amma ümumi kütləni tapmamışıq. Ümumi kütləndə buna əsasən tapaq ki, 30 qram həll olan maddə 20%-dirsə, bəs bunun 100%-i də M1-dir. Yəni, məhlulun ümumi kütləsi və bu da M1 də bərabərdir 150 qram. İndi deməli, V1 də 300 milli olduğuna görə, onda ρ1 bərabərdir. 300-ü heç yazmayaq, elə axırda rho orta ilə hesablayarıq, heç buna ehtiyac yoxdur. Sonra ikincinin də eyni qayda ilə 25 qram həll olan maddə 10%-dirsə, bunun 100%-i də M2-dir. M2 də bərabər olur 250 qram. Və V2 də bərabərdir 200 milli. İndi rho orta düsturunda M1 üstə gəl M2 bölünsün V1 üstə gəl V2. Yəni 250-nin üzərinə 150 gələndə elədir 400. Birbaşa yazaq da elə, bir də tək-tək yazmayaq. Bu elədir 400. V1 ilə V2 də 2, bu da 300. Nə qədər edir? 500. 400 bölünsün 500, bu da edir 0,8. Yəni məhlulun orta sıxlığı, məhlulun sıxlığı olacaq 0,8 B variantı. Keçdik 38-ci sualda. Deməli, duzumuz natrium hidroortofosfatdır. Deyir, hidroliz və dissosiasiya mərhələlərini müəyyənləşdirin. Hidroliz mərhələsi deyəndə metalın sayını vurun valentinə. Çünki hidroliz zəifə görə gedir. Zəifin valentliyi də metalın ayağında yazılır adətən. Metalın sayını valentinə vururam, zəif tərəfin valentliyini və sayını tapmaq üçün. Deməli ki, burada 2. 1-i vurdum 2-yə, 2, x bərabər oldu 2-yə. Dissosiasiyada isə 1-in üzərinə hidrogenin sayını, əvəz oluna bilən hidrogenin sayını. Burada da 2 alıram, yəni y də olur 2. 2, 2, uyğun cavab C variantı. Hansı ifadələr doğrudur? Sink lövhə kuprum SO4 məhluluna əlavə olunub və reaksiya nəticəsində kuprum çıxır və sink SO4 alınır. Məhlul əvvəl 65 idi, indi olub 64.
Lövhə daha doğrusu olub 64. Deməli lövhə azalıb. Lövhə azalıbsa, onda məhlul artıb. Məhlulun kütləsi də artar. Burada yoxdur. Əvəz etmə reaksiyasıdır. Doğru. Məhlulun kütləsi azalar, yanlışdır. Sink ionlarının sayı azalır. Əksinə sink əvvəl ion vermirdi. İndi ion vəziyyətinə gəlib. İonun sayı artıb. Deməli bu da yanlışdır. 1-2 doğru variant B variantı olacaq. Keçdik 40-cı sualımıza. 3s2, 3p3 və 4s2. Ümumi nələrdir? 4-cü dövr elementidir. Bu ümumi deyil, yalnız buna aiddir. Normal halda 3 qoşalaşmamış elektronu var. Bu ancaq 3p3-ə aiddir. Normal halda S elektronları bütün elektronların 40%-ni təşkil edir. Deməli, birinci üçün S elektronu nə qədərdir? 1s2, 2s2, bir də 3s2. 6 dənə S elektronu var. Ümumi də sıra nömrəsini hesablasaq 15-dir. 6-nı da 15-ə bölüb 100-ə vuranda 60-ı, 15-i 40%. Deməli, bu elə də 40%. İndi görək ikincidə vəziyyət necədir? 1s2, 2s2, 3s2, 4s2. 8 dənə S elektronu var və ümumi də 4s2 20-yə uyğun gəldi. 8 də 20-nin neçə faizini təşkil edir? Bu da 40%. Deməli ki, C variantı tamamilə uyğun variantdır. Keçdik növbəti 41-ci sualımıza. Kimyəvi reaksiya zamanı maddələrin mol sayının zamandan asılılıq qrafiki verilir. Baxırıq, aşağı düşən qrafiklər X-dir, bir də Y-dir. Deməli, X ilə Y başlanğıc maddədir. Z isə alınıb, yəni Z də məhsuldur. Başlanğıc maddələrin sərf olan miqdarı 5-dən 3-ə düşüb 2, 2-dən 0-a düşüb 2 və bunların əmsalına uyğun gəlir. Və Z də alınan miqdarı onun əmsalına uyğun. Deməli, reaksiyamız X plus Y alınıb Z şəklindədir. Sadəcə 2 dəfə hamısı artıqdır. Reaksiya dönəndir. Başlanğıc maddələrdən biri 0-a düşdüsə, heç vaxt reaksiya dönər götürülmür. Deməli, bir yanlış. Y tamamilə sərf olunub, doğru. Reaksiya tənliyi X plus Y alınıb Z, bu da doğru. 2-3 uyğun cavab A variantı. 42-ci sualda deməli rabitə enerjilərini verir və reaksiyamızı da verir. Reaksiyamızı biz özümüz açıq formada yazaq. Bax, azot, üzərinə gəlirəm 3 mol hidrogen və alınıb 2 mol da amonyak. Hamısını yazdıq. Q bərabərdir sağ çıxılsın sol qaydası ilə reaksiyanın istilik effektini tapacağıq. Və deyək ki, 68 qram amonyak əmələ gələn zaman. İndi biz birinci Q-nü 34 qram amonyak əmələ gələn zaman hesablayaq, sonra 2 dəfə artırarıq. Deməli, indi biz axırda 2Q-yə görə hesablamalıyıq da. Birinci Q-nü tapaq. Q bərabərdir. Sağda nə var? Azot, hidrogen arası əlaqə 3 dənə. Onda əmsala vuranda deyir 6. Onda 6-nı vururam 90-a. Çünki azot hidrogen rabitəsinin bir dənəsi 90-dır. Burada 6 dənə olduğuna görə vurdum 90-a. Sonra çıxıram soldakıların. Solda nə var? 3 dənə hidrogen, yəni 300. Sonra çıxıram, başqa yenə var solda. Bir dənə də azot, bu deyir 200. 6 dənə 9-um 54, 540. 540-dan 500 çıxanda qalır müsbət 40. Deməli, bu reaksiyanın istilik effekti olur müsbət 40. Və bizə də 2Q lazımdır axı. Onda 34 qram amonyak əmələ gələndə müsbət 40-dırsa, 68 qramda nə qədər olacaq? Müsbət 80. Uyğun cavab D variantı olacaq 42-də. Keçdik növbəti 43-cü suala. Deməli, bizə deyir ki, elektron sayı birinci proses zamanı 25% artıq. Bax, tutaq ki, elektronu A idi, elə protonda, elektronda. Sonra görəm ki, buradan böyük yazım. X 0-dır, elektronu məsələn A-dır. İndi sonra keçib X 2 mənfi vəziyyətinə, yəni 2 elektron alıb. 2 elektron alıbsa, bu olub A plus 2. İndi deyir ki, 25% artım baş verib. Yəni 2 elektron 25% artıma səbəb olubsa, bunun ümumi elektronları nə qədər idi? A da bərabərdir 4 dəfə 2, 8. Yəni A-nın yerinə yazıram 8. Tutaq ki, bunun 8 elektronu var idi, ikisini də aldı 10. İndi X 2 mənfidən 10 elektrondan sonra keçib X0 vəziyyətinə, yəni ikisini verib qalıb 8. Yəni proton zaten 8 idisə, məsələn 8. İndi baxıram ki,
10 əgər 100% idisə, indi ikisi verdim azalıb da, 2 elektron azalıb. 2 də bunun neçə faizini təşkil edəcək? 20%. 20% azalıb 8-i qalıb, 80%-i qalıb. Buna görə də uyğun cavab burada da B variantı olmuş olacaq. Keçdik növbəti 44-cü suala. Deməli, KH 400-dür. Hansı ifadələr deyir doğrudur? KH 400 nə deməkdir? Yəni, maksimum 1000 qram suda həll olan maddənin kütləsi. İndi bizim əlimizdə 250 qram, 50 qram içərisində duz var, 200 qram da su var və bura bir 40 qram da duz əlavə eləmişik. Amma 200 qramında görə nə qədər həll eləyə bilərik maksimum? Əgər 1000-də 400 həll eləyə biliriksə, 200-də maksimum həll eləyə biləcəyimiz olacaq 80. İndi biz 80-dən artıq həll eləyə bilmərik. Amma bizim əlimizdə 90 su var. Deməli ki, bunun 10 qramı çökəcək. 80 həll olması üçün 10 qram duz həll olmayaraq çöküb doğru ifadədir. 90 qram həll olub, bu yanlış ifadədir. Ümumi 250 qram maddəmiz var idi. Deməli, əlavə olunan 40-ın onu çöktüyünə görə 30-u həll olub və mənim məhlulum 280 qramdır. Çökən duz məhlulda sayılmır. Ona görə məhlulun kütləsi 280 doğrudur, 290 yanlış. İlkin məhlulda 50 qram duz var, bu da doğrudur. Zaten buradan hesablamışdıq. 2, 3, 5 uyğun cavab B variantı. Keçdik 45-ci sualda qaz qarışımımız hidrogendən və H-xlordan ibarətdir. Tutaq ki, X mol hidrogen, Y molda H-xlorumuz var və proton, neytron sayıları bərabərdir. İndi buradan baxacaq. Buradakına verdiyinə əsasən burada 20 neytron var. Çünki 37 izotopda verib xloru. Onu nəzərə alacaq. Deməli, indi baxıram ki, proton 2x plus 17-nin üstünə bir gəndə 18y. Bu A-dır. Sonra neytron sayına baxanda hidrogen neytronunu hesablamıram. Ancaq xlorun neytronları 37-dən 17 çıxanda 20. Bunda Y-ə vururam. Bu da oldu A. İndi bərabərliyin bu tərəfi, bir tərəfi bərabərsə, digər tərəfi də bərabərdə. Onda 2x plus 18y bərabər edirəm 20y-ə. Buradan da 2x bərabərdir 2y, yəni x y-ə bərabərdir. Eyni moldadılar. Onda M orta bərabər olacaq 2, yəni bir götürəm də 2 qram, üstə gəl xlor 37-dir, üstünə də bir gəndə 38 izotopuna əsasən və bölürəm molların cəminə, yəni 2-yə, 38, 40, 42-yə böləndə 20. Deməli, orta molyar kütlə olacaq 20. Keçdik 46-cı sualda. Tərkibində 3 mol kalsium hidroksid var. Bayaq buna aid bir məsələ yazmışdıq. 3 mol kalsium hidroksid birin birə nisbətdə 3 mol CO2 ilə reaksiya girir və 3 mol kalsium karbonat çöküntü salınır. Da suyu yazmıram. Deməli, birinci mərhələdə 3 mol kalsium karbonat çöküntüsü alınmalıdır. Burada 5 moldur, məsələn, olmaz. Burada 3 moldur, ola bilər. 5 moldur, çöküntü olmaz. A, D variantları getdi. Bu ola bilər. Bu da nəysə birinci variantda deyək ki, olar. Sonra artıq 3 mol kalsium hidroksid tamamilə bitdi. Ona görə yeni çöküntü alına bilməz. Yəni Y variantı da getdi. İndi artıq qalıb 2 mol CO2'miz. 5 mol idi, 3'ü getdi, qaldı 2 mol. 2 mol neyəcək? Bu çöküntünün 2 molunu həll edəcək. Yəni kalsium karbonat, CO2 və su reaksiya girir birin birə nisbətində və çevrilir kalsium hidrokarbonat vəziyyətinə. Onda bu 2 mol artıq qalıbsa çöküntünün 2 molu getdi. Qaldı çöküntü 1 mol. Yəni 3-dən 1-ə düşməlidir. Bax, bu variant uyğun gəlir. 3-dən düşüb 1-ə və burada sabit qalıb. Burada sadəcə çöküntü alınır. Bu nə zaman ola bilər? 1-in 1-ə nisbətdə olsa. Amma burada isə artıqdır deyə 3-ün 5-ə nisbətidir. Deməli, artıq da əlavəni, çöküntünü həll edir. Uyğun cavab ona görə 46-da C variantı. 47-ci sualda metanın oksigenlə reaksiyasını verib və reaksiya üçün götürülən kütlələrə əsasən. Biz aza görə işləyəcəyik burada. Çünki az reaksiyada tam bitir. Çünki bizə şərtdə də onu deyir. Maddələrdən biri tam sərf olunanda ayrılan istiliyin miqdarı. Məsələn, oksigen 32 qramdır, yəni 1 mol. Və buraya yazıram 1. Bu da 32 qramdır, yəni 2 mol. İndi təbii ki 2 mol metanın hamısını sərf eləsəm mənə 4 mol oksigen lazımdır. Nə gəzir orada? Onda
Az hansıdırsa oksigendir də burada. Oksigenə görə işləyirəm. Deməli, oksigen 2 moldan 880-dirsə, 1 molda nə qədər olacaq? 440. Sonra keçdik 2 mol oksigen, amma 0,5 molda metan. Deməli, metan daha azdır. Onda metana görə işləyirəm. 16-da 880-dirsə, 0,5-də yenə də 440. Sonra gəldik, bu oksigen 0,5 mol, metan 3 mol. Metanın 3 mol olmasının önəmi yoxdur, çünki oksigen çatışmır. Ona görə 0,5 mol oksigenə görə işləyirəm. 2 molda 880-dirsə, 0,5-də də 220 olacaq. Bu da oldu Q3. İndi müqayisə edəndə Q1 bərabərdir Q3-ə. Bunlar da Q3-dən, daha doğrusu Q2-yə, bu da Q3-dən böyükdür. Ona görə uyğun cavab burada da A variantı. 48-ci sualda, bu da dərslikdən olan suallardan da, iş dəftərindən falan. Deməli, hansı maddələrin məhluluna artıq miqdarda kalium hidroksid məhlulu əlavə etdikdə reaksiyadan alınan çöküntünün kütləsinin zamandan asılılığının xarakteri qrafikdə kimi. Görürük ki, çöküntü əmələ gəlib, sonra isə tamamilə sərf olunub gedir. Ona görə də indi baxaq görək, burada ancaq amfoterlərə baxacağıq. Və buradan amfoter xassəli olanlardan deməli 3 valentli xrom və 3 valentli dəmir. Dəmir yoxdur, xromun 3 valentlisi. Ona görə də 2, 5 uyğun olaraq, yəni həmin qrafiki bizə vermiş olur. Keçdik növbəti sualımızda 49-cu sual. Deməli, X-in üzərində kalium hidroksid və H3PO4 gəlmişik. Ortofosfat turşusuna kalium hidroksidin qarşılıq təsirini. Həm kalium hidroksidlə, həm də H3PO4 ilə gedən duzu kalium 2HPO4 duzudur. Üzərinə kalium hidroksid gələndə Y olacaq kalium 3PO4. Daha hidrogeni qalmadığına görə kalium hidroksidlə reaksiya getmir. Və üzərinə də ortofosfat gələndə daha turş duzu, yəni kalium H2PO4 əmələ gəlir ki, bu da ortofosfatın özü ilə getmir. Yəni X-Y bu şəkildə təyin eləmiş olduq. İndi fosforun kütlə payının artma ardıcıllığı ilə düzəndə fosforun kütlə payı harda çox olar? Hamısında bir dənə fosfor var da zaten. Harada ki kaliumun sayı çoxdur, deməli ki ümumi MR daha çoxdur və məxrəc böyüklüyünə görə 31-i nə qədər böyük məxrəcə bölürüksə, məxrəc böyüdükcə deməli kütlə payı da başlayır azalmağa. Çünki hamısında bir dənə fosfor var. Ona görə də ən az olacaq kalium 3PO4-də, deməli Y-də, sonra gəlir kalium 2HPO4, X, ən çox da olacaq Z-də. Y, X, Z ardıcıllığı ilə düzürük. Uyğun cavab A variantı. Və 50-ci və sonuncu sualımız. Deməli, maddə ərimə temperaturu 20 və 150 dərəcədir. Bilirik ki, bu aralıqda mayedir. 150-dən sonra qazdır və 20-yə qədər isə bərk aqreqat halındadır. Temperatur 50-dən 0-a düşüb. Yəni, mayedə imiş, keçib bərk aqreqat halına. Molekula arasındakı məsafə azalır. Bəli, sıxlıq artdığına görə molekula arasındakı məsafə azalır. Yəni, bu doğrudur. 80 dərəcədə mayedir, bəli, 20 ilə 150-yə qədər 80 də ortalıqdadır, deməli bu da doğrudur. 40-dan 100-ə dəyişəndə aqreqat hal dəyişir. 40 buralarda, 100 də buralarda, yəni maye olaraq qalır, ona görə dəyişir, yanlış ifadədir. Elə C variantı olacaq, çünki bizdən doğru deyil soruşur. Cavab C variantı.